Selamlar və saygılar, çox hörmətli və saygıdəyər xalqımız. Qabaqdan bayram gəlir və adət üzrə bayrama hədiyyələr verilir. Xüsusən bizim imkanlı adamlarımız, şirkətlərimiz belə bir adət var, sərrəsid bayramlar. Bizim özümüzün də bir zaman şirkətimiz vardı, bu iş görürdü. Bu sərrəsidin də zamanı keçibdir. Yəni bu bilinlik bir şeydir. Mənim bir xahişim var. Bunun yerinə türk dilində yazılan və çap olunan kitablarımızı hədiyyə verir. Xüsusən imkanlı adamlardan bunu dönə-dönə xahiş edirəm. Bax, bir zaman həsrət edir ki, ana dilimizdə kitab yazılmır. İndi minlər ünvan kitab yazılıb, mütəəssifanə ambarlarda toz yiyir. Gözəl-gözəl divanlar çıxır, Böyük Füzulinin divanı, Nəsiminin divanı, Nəbadinin divanı, Razinin divanı, Sərrafın divanı. Bax, bu kitablar əvvəlki də sədəsi kimi bir illik deyil. O kitabı versələr özdə də yaxşıdır. Yəni, indi istər bir şirkətin, istər bir şəxsin verindən bu hədiyyə verilir, o adamın evində əbədilik qalır. Ondan əlavə, yəni bu kitab bir evə gedəndə özü ilə bir türk mədəniyyəti, türk ədəbiyyatı aparır. Ey bəsa ki, bir kitabla o evdə bir uşaq bizim ədəbiyyatımıza bağlanır və gələcəkdə bu ədəbiyyat üçün çox böyük işlər görür. Onsuz dönə-dönə xahişim budur ki, həm özünüz mənim bu xahişimi əməl edin, həm bu istəyimi çevrədə olan imkanlı adamlara çatdırın. Bayramı türkcə kitab hədiyyə verir. Bax, bu bizim borcumuz olsun vətənə. Yəni, hey oturub deyinməkdən iş çıxmaz. Bu işlər də bizim üzərimizdədir, bizim vəzifəmizdir, bizim öhdəmizdə düşən işlərdir. Yəni, hər şeydə nə deyirlər, onu suslamaqla, ay panfars belə gəldi, bu işinin iş belə getməz. İndi bizim minlər ünvan gözəl-gözəl kitablarımız çıxıb, inanın, adam baxanda heyran qalır. Buna hörmətli yazarlarımız ömrün qoyub, zəhmət çəkir. Bunları almaqla həm o yazarı təşviq edirik, həm maddi himayət edirik. Çox adamın qazancı bəlkə də fərəd o kitab yazmaqdandır. Həm də ki, bütün evlərimizə bu öz mədəniyyətimiz gedir, öz ədəbiyyatımız gedir. Dönə-dönə hər birinizdən təşəkkür edirəm və üzümüzə gələn bayramı da qabaqcadan sizə təbrik edirəm.